Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Vessalatu vesselamu ala Resulillahil emin. Habibi ilahina ve tabibi nüfusina Ebil Qasimil Mustafa Muhammed. Ve ala ehli beytihi tayyibine tahirinel masuminel mükerremin. Size ve özüme ilahi təqvaya riayət eləməyi tövsiyə edirəm. Fatihə surəsindən bir ayə qalmışdı. Keçən həftə xanım Zeynəb haqqında danışdıq. O ayəni də bugün təfsirini deyək və Fatihə surəsinin təfsirini tamamlayaq. Mən çox istəyirəm qısa şəkildə deyəm. Bu ayə Sıratəl-ləzinə ən'amtə aleyhim qayril məğdubi aleyhim vələzzallin. Ayənin mənası budur ki, keçən dəfə dedik, İhdinəs sıratəl-müstəqim, yəni bizi doğru olan yola yönəld. Sonra da doğru olan yolu təfsir eləyir, izah eləyir. O hansı yoldur? Sıratəl-ləzinə ən'amtə aleyhim. O kəslərin yoluna ki, onlara nemət vermisən. Nemət verdiyin kəslərin yoluna. Bəs nemət verdiyi kəslər kimdir? Nisa surəsində Allah bunun cavabını verir. Buyurur və mən yuti'allah və rəsul fəulaikə mə'əl-ləzinə ən'amallah aleyhim minən-nəbiyyinə və siddiqinə və şühədai və salihin və həsunə ulaikə rəfiqa. Buyurur kim Allah və Peyğəmbərə itayət eləsə, o kəslərlə olar ki, onlara nemət vermişik. Deməli, itayətlə adam gedir o kəslərə qovuşur ki, onlara nemət vermişik. Onlar kimdir? Ən-nəbiyyin, peyğəmbərlər, siddiqin, siddiq doğrucu adama deyərlər, doğrucularla və şühəda, şəhidlər, Allahın nemət verdiyi şəxslər və salihin, salih insanlar, bunun içində imamlar da gedir, həm siddiqlərin içində, həm salihlərin içində. Bunları deyəndən sonra buyurur və həsunə ulaikə rəfiqa. Bunlar nə gözəl dostdular, nə gözəl yoldaşdılar. Mən bir dəfə Əyyam-ı Fatimiyyədə bu ayə barədə danışdım. Burada bir təvazökarlıq var. Allah istəyir biz təvazökar olaq. Bizi doğru yola yönəld. Bunu deyəndən sonra de filan kəslərin yoluna. Yəni mən kiminsə dalıyca düşüb gedə bilim. Və bu his məndə olsun. İnsan yaxşıdır ki, kiməsə itayət eləyə bilsin. Kiminsə dalıca düşüb gedə bilsin. Bu hiss insanda yaxşı hissdir. Çox şeydən xəbər verir. Ən yaxşı hiss, ən yaxşı yol Allaha çatdıran budur ki, insan bir adamın qabağında təvazökarlıq eləyib, onu özündən üstün bilə bilsin. Bu çox üstün xüsusiyyətdir. Ona görə Allah deyir namazda hər gün denən, təkcə demə bizi düz yola yönəld. Bir də denən kimlərin yoluna. Yəni mən istəyirəm başqalarının izi ilə gedəm. Məndən üstünlər var, onların dalıyca gedəm. Bu dalıyca getmək xüsusiyyəti özü çox mühüm xüsusiyyətdir. İnsan başının üstündə baş görə bilirsə, bu çox mühüm xüsusiyyətdir insan üçün. Kiminsə qabağında təvazökarlıq eləyə bilirsə, o çox mühüm xüsusiyyətdir. Odur ki, namazda hər gün bunu təkrar deyir ki, məni nemət verdiyin kəslərin yoluna hidayət elə. Və bu böyük bir nemətdir. Kim dünyada Peyğəmbər və Əhl-i Beytlə və salihlərlə olarsa, qiyamətdə də onlarla bir yerdə olar. Peyğəmbər baxdı Həzrəti Əliyə, Həzrəti Peyğəmbər baxdı, dedi ki, ya Əli, sən və tərəfdarların, daha doğrusu sənin tərəfdarların mənim ətrafımda ağ üzlə nurdan olan minbərlərdə oturacaqlar. Səni sevmək belə bir dəyərdir. Səni sevənlər üzündən tanınacaqlar. Tanıtdırmağa ehtiyac yoxdur. Nur üzlə, ağ üzlə nurdan olan minbərdə mənim yanımda oturacaqlar və onlar cənnətdə mənim qonşularımdır. Dünyada Əhl-i Beytlə olarsansa, Peyğəmbər buyurur cənnətdə mənlə olarsan. Deyirlər, neçə nemət var ki, cənnətin özündən üstündür, cənnətdəkilər üçün. Cənnətə girən adam üçün neçə nemət var, cənnətin özündən üstündür. Biri də budur ki, cənnətdə Peyğəmbər və Əhl-i Beytə qonaq olar insan. Onun qonşusu olar. Bu cənnətin yeməli, içməli nemətlərindən üstündür. Bircə dəfə İmam Hüseyin ağanı görəsən cənnətdə özlə. O yerdəki İmam Hüseynin həqiqətini görəcəksən. Burada biz bədənini görürük, cismini, həqiqətini bəsirətli adamlar görür. Amma cənnətdə Peyğəmbər və İmam Hüseynin ruhunun həqiqətini görəcək. Onlara baxmaq ləzzət olacaq, xoş olacaq insan üçün.
Bir şəhidi yuxuda gördülər. Dedi ki, mən gedirik biz həftədə bir dəfə İmam Hüseyn ağanın görüşünə, oradan qaydandan məst oluruq, qəş eləyirik, özümüzdən gedirik. Ta bir müddətcə yavaş-yavaş özümüzə gəlir. Ləzzətdən məst oluruq. Mənəvi məstlidir bu. Bunu ancaq dadan adamlar başa düşər. O adamlar ki, dünyada Əhl-i Beytlə bir yerdə idilər. Bunu deyəndən sonra buyurur, Qeyrəl məğzubi aleyhim vələzzalin. Məni neymət verdiyin kəslərin yoluna yönəlt, qəzəb elədiyin və azmış insanların yoluna yox. Bunların yolundan məni uzaq elə. İki dəstə insandan danışır. Bir azmış adamlar, azmış adam, bir də qəzəb, Allahın qəzəb elədiyi adamlar. Azmış adam o adamdır ki, özü səhv yoldadır, düz yolda gedənlərlə işi yoxdur. Bu bir cür azğınlıqdır. Özü Allahı tanımır, dindən uzaqdır. Amma da işi yoxdur, kim din yolundadır, kim yoxdur. Buna deyirlər azmış adam. İkinci qəzəb olunmuş adam kimdir? Qəzəb olunmuş adam odur ki, özü din yolundadır, özü haqdan uzaqdır, haqqa tərəf gedənlərlə də arası yoxdur, ona mane olmaq istəyir. Haqqa tərəf gedənlərlə də düşmənçilik eləyir. Allahın dini ilə də mübarizə aparır. Bu da qəzəbə gəlmiş insanlardır. Quranda onlardan danışır, buyurur ki, yasudduna an sabilillah. Allahın yolunun qabağında sədd qoyurlar bunlar, bu insanlar. Ki onların dindən özləri uzaqdır, heç dinin adı gələndə hirslənirlər onlar, qəzəblənirlər. Bu cür insanlar. Biz də namazda hər gün deyirik ki, ilahi bizi düz yola yönəlt, neymət verdiyin kəslərin yoluna və o kəslərin yoluna yox ki, yolunu azıblar və dinlə düşmənçilik eləyirlər. Görün təhlükə nə qədərdir ki, bugünün namaz qılanı deməli sabah elə adam ola bilər ki, dinin yolunda sədd ola, dinin düşməni ola. Ona görə Allah deyib ki, bugün namaz qılırsansa, hər gün namazda istə ki, Allah səni onlardan eləməsin. Heç də məğrur olma ki, bugün mən ibadət eləyirəm. Görün nəyi dua elə ki, bugün mən namaz qılıram, hər gün Allahdan istə ki, sabah elə olmasın ki, mən dinin düşməni olam. Çünki belə şeylər tarixdə çox olub və İmam Hüseyn ağanı da qətlə yetirənlərin çoxsu əvvəldə İmam Hüseyni sevən və Əhl-i Beytin yanında olan adamlar idi ki, Allah nəzərin çəkəndə insan bax o dərəcə uçuruma yuvarlanır ki, bugün Əlini sevir, sabah Hüseyni şəhadətə çatdırır, İmam Hüseyni qətl eləyir, qətlə yetirir. Yəni bu Allahın nəzəri insanın üzərindən çəkilsə, insan bu dərəcə tənəzzül eləyə bilər. Allah bizi imanla yaşadıb, imanla dünyadan aparsın inşallah. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil a'zam el-a'azzil ecellil ekram ve bihakkı Mevlana sahibiz zaman. Ya Allah, 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 ya Allah. İlahi əllərimizi naumid qaytarma.